1941-ci ildə Hüseyn Axundov Ümumİttifaq Dövlət Kinematografiya İnstitutunun rəssamlıq şöbəsinə daxil olmuşdu. Lakin o burada təhsil ala bilməyib. Buna səbəb 2-ci Dünya müharibəsinin başlanması olub. Hətta Hüseyn bəy müharibədə də yaralanmışdı. Amma hələ tam sağalmamış yenidən sevimli işinə qayıtmağa imkan tapır. Hüseyn Axundova Azərbaycan Film Kinostudiyasından təklif gəlmişdi. Ona 130-dan çox ölkədə nümayiş etdirilmiş Arşın Malalan filmində çalışmaq üçün fürsət yaranmışdı. Hüseyn Axundov bu təklifi qəbul etmişdi. Həmin film ağ-qara olsa da obrazlı şəkildə söyləsək, Hüseyn bəyin karyerasını rəngləndirmişdi. O daha sonra Mosfilmdə çalışmaq üçün dəvət almışdı. Bu da Hüseyn Axundovu Sovet İttifaqının filmlər çəkilən əsas məkanında çalışan ilk Azərbaycanlıya çevirib. 20 ildən çox müddətdə Mosfilmdə fəaliyyət göstərən Hüseyn bəy təkcə kino rəssam olmaqla kifayətlənməyib. O həm də aktyor kimi epizod rollarda çıxış edib. Belə ki, bir dəfə Mosfilmin çəkiliş pavilyonunda məşhur rejissor Leonid Qayday Hüseyn Axundovla qarşılaşıb. Bu zaman o məşhur I əməliyyatı və Şurikin digər sərgüzəştləri filminin üzərində çalışırdı. Leonid Qayday həmin ekran işi üçün fərqli tipaja malik insana ehtiyac duyurdu. O nəzərdə tutduğu rola məhz Hüseyn bəyi seçir. Beləcə həm yerlimiz həmin filmdə sərnişin rolunu canlandırır. Bu onun Qaydayla yeganə iş olmayıb. Hüseyn Axundov həm də Qafqaz əsiri filmində kamera qarşısında yer alıb. Leonid Qaydayın bu ekran əsəri Sovet kinoteatrlarının ən çox izlənənlər arasında qərarlaşıb. 76 milyondan çox şəxs kinoteatrlarda Qafqazəsirinə tamaşa edib. Hüseyn Axundov filmlərdə çalışsa da əsas ixtisası rəssamlıqdır. O Knyaz Yusupovun Moskvadakı sarayının bərpası zamanında çalışıb. Hüseyn bəy Rusiyanın paytaxtında yerləşən ən qədim mülki binalardan biri hesab olunan bu sarayda Volkov-Yusupov palatalarının yenidən qurulması proseslərində baş rəssam qismində fəaliyyət göstərib. Hüseyn Axundovun oğlu Tofiq bəy də incəsənət sahəsindəndir. Tofiq Axundov sirk ustası kimi məşhurlaşıb. O, Azərbaycan və Rusiyanın xalq artistidir.